kanalına olmuşam, yerləşdirmişəm. Gəldiyimiz gündən artıq bir-iki gün keçib. Amma büyük bağçadadır, bağçaya qoymuşam və gəlmişəm Biləcəri dairəsi tərəfə. Niyəsini istəyim, birazdan düşüb, bilirəm səsim orada daha yaxşı gələcək. Bilirəm. Qəşəng. Əslində vloga başlamaq istəmədim, sonra dedim yox, mehriban. Tənbəllik deyəməm. Qızlar aktivdirlər, maşallah, məndən vlog gözləyirlər. Mən də çalışıb vlog çəkim. Ancaq elə gəzməyə giləndə vlog çəkməyə lazım deyil ki, ara günlərdə də maraqlı şeylər olur deyə gərək çəkim. Belə. Gəldim, avtovağzala qızlar birinci. Əslində mənə piknik süfrəsi kimi bir şey lazım. Desenli də, qırmızılı, ağlı. Görüb inşallah burada Mimi də tapa bilsəm, ondan əl olar. Bizim əslində sabaha meyvə şənliyimiz var bağçada. Və mən də o günü çoxdan gözləyirəm ki, olsun, xüsusi hazırlaşır. Səhər-səhər gedib biraz meyvə, fason belə turbuçkalar falan almışam. İndi mini sədərəyin yanında, orada bizdə elə tort ləvazımatları var Biləcəridə. Bilməyənlər üçün çəkəcəm hansı tərəfə yerləşir. Ora onsuz da deyəməliyəm. Dedim ki, gəlib süfrəyə baxım, sonra gedim o tərəfə. Sonra bugün bizi çaya dəvət ediblər. Sabah bizi qonaq əlavə dəvət ediblər. Dəvətə qarşıda Allah haqqı. Bəlkə çox xoş günlər olsun, xoş günlərə gedək təbii ki. 91-lə, elə Biləcəridən 91-lə birbaşa gəlirəm. Son asnovkası Bakı avtovağzalında, yəni bura avtovağzaldır. Çox adam Mimini mən çəkəndə soruşur ki, siz hansı tərəfdir bura, Mimi harada yerləşir, deyim. Mimidə qızlar hər zaman gözəl şeylər olmur. Amma mən axırın səfər, baxın bu ayaqqabılarımı da Mimidən aldım, o qədər gözəl, 14 manata aldım qızlar. Amma elə rahat, bütün İsmailini bundan gəzdim. İslanıb da, nə neyinib də, amma çox qəşəng, çox rahat. Təbii bir neçə qış sapogilərini falan göstərmişəm də sizlərə ki, almışam. Sonra ranyerlərimin çoxunu Mimidən almışam. Nə bilim, süfrələrimin, nə bilim, çox şey almışam. Bəzən uşaqlara kutkalar almışam, balonkalar almışam. Buradan çox şey tapıb ala bilmişəm bəzən. Amma bəzən olur ki, heç yaxşı şeylər olmur. Mimiyə nə yaxşıdır? Mimiyə məsələn mən qışda o qədər tez-tez gəlirdim. Rəsmi qoyurdum, orada 1 saat yarım vaxtım olurdu deyənə rahat gəlirdim, baxırdım. Yəni onda tez-tez gələndə tez-tez mallar gəlirdi. Yəni artıq sən təzə bir şeyləri görə bilirsən. Baxın, Mimi Avropa geyimləri. Üçüncü çıxışdan elə girirəm, giriş-çıxış belə də girirəm. Buradan yəni xatırlayım. Mən sağ sol edirəm məsələ belə. Belə. Belədir ki, baxın ən arxada. Buradan içdən girən kimi ən sonda görsənir. Lap o tərəfə gedib başdan da girə bilərsiniz. 4-cü, 5-ci çıxışdan, girişdən girəndə birbaşa. Elə baxın gedirsiniz ən axıra. Həm də belə avtovağzalın özünü də girsəz, kimdən soruşsanız deyəcəklər. Demək qızlar, Mimiyə çatmamış bax, ən sonda Mimidir də. Mimiyə çatmamış, burada Grand Mimi də var. Yox, ay, mən bax səhv dedim. Elə bura Grand Mimi buradadır qızlar deyil. Burada bir də o tərəfdə də var. Mən indi gedib ora baxacağam, sonra gəlib bura baxacağım. Bax, Grand Mimi. Buradır girişi. Amma mən gedib bir dənə ora baxım. Oradan bu ayaqqabını oradan almışam. Göstərim bax sizə. Burada aşağıda birinci mərtəbədə də var. Bax, orada. Bax, ora gedib baxacağım bir dənə. Bugün nə olub? Mən bir yeri göstərmək istəyirəm. Heç düzgün də göstərə bilmirəm. Mən bax, burada. Burada Mimi 3 dənədir. 3 dənə. Biri kilondan da. Hər gün bir qiymət olur, tək qiymət, hər şey o qiymətə. Biri nə bilim nədir, mən ancaq buna girəm, o birilərini sevmirəm. Bəlkə o birilərində də yaxşı şeylər var, amma mən sevmirəm. Burada da ancaq qadın və uşaqlar üçündür geyim. Mən sizə göstərim. Amma belə, Avtovağzal Express var. O ikisi heç girməm, buna girəm ən çox. Nə qəşəngdir qızlar, girən kimi gördüm. Ümumiyyətlə, S-bədən, M-bədən xanımlara elə gözəl şeylər olur burada. Ağzım belə açıq qalır da, yəni gündəlik geyməyə. Çox qəşəng şeylər olur. Koftalar, koftaçkalar belə səliqəli. XS. Çox belə stilli də olur, çox şey. Elə şeylər də var ki, çox bərbadda. Elə bir ki, neçənci ildən qalmadı. Təzələr də olur, köhnələr də olur, qəşəng şarflar olur burada. Şallar olur belə. Maraqlı. Qoy bildirim. Necə, mən telefonu qoyum kənara, bir dənə qəşəng özüm baxım. Sonra sizin üçün lazım olduqca çəkərəm.
İndiki kimi qızlar. Yəni mən burada hələ ki işi topladım. Gedirəm Grand Meyə, dediyim kimi sifət sənə baxdım. Qəşəng yastıq üzləri vardı. Fos yastıq üzlərinin içərisi siz necə formadaydı? Dantel forması ilə və iç bildirir. Məsələn, içinə ağ yastıq qoysam, məsələn, o deşiklərdən birinə cəbdənə düşündüm belə qəribə. Düz mavi rəngidir. Mənə görə bəzi şeylər dəyişib. Yastıq qılıflarını da, üzlərini dəyişəndə qəşəng bir ab-hava yaratmaq olur otaqda. Ona görə baxdım biraz, diqqətimi çəkdi, o yana götürdüm. Mən gördüm yox, oğru yoxdur, dedim mehriban ev yox, bırax. Gedək əsas yerə, böyük yerə. Mən həmişə birinci ora baxıb, sonra bura gəlirəm. Baxın qızlar, burada mən qoxuna üçün tül almışam da. Məsələn, elə qəşəng tüllər var, baxın. Tərtəmiz, səliqəli. Məsələn, hətta şpılkasından kimi üstündə də. Qiymətini görə bilmirəm. Deyərdim sizə, 6 manat 50 qəpiyə. Qızlar, hazır pərdəlikdir də. Bizə bax, bu pərdə kənarlarını mən ikisini çox bəyənirəm. 5.50-yədir bunun biri. 2 dənə də özdə belə bozları da var. Bax, bu bilyuru da çox bəyənirəm. Çox qəşəngdir, bax, bu da. Beləsi də var, bax, beləsi var. Çox qəşəngdir. Hazır. Ümumiyyətlə, çox qəşəng şeylər var. Biləm, çox qəşəng sözüm çox dedim, amma elədir də lağarım. Amma nəsə Rayner qəşəng, mən axtardığım, yəni ona görə gəlmişəm də əsas şeyi görmədim. Belə. Nə var başqa? Yastıqlara baxın, nə maraqlıdır. Rəngarəng, 16 manat 50 qəpik. Görürsünüz, hər şey həmişə ucuz deyil. Burada yorğan üzləri, tək yastıq üzləri var. Belə, plastinlərdir bunlar. Burada ancaq plastinalardır. Tək əslində bunları çözə bilməmişəm ki, hansı yorğan üzüdür, hansı yastıq üzüdür. Çözə bilmirəm, nə yalan deyil. Tuta bilmirəm. Maşallah, elə də yığıblar, elə iç-içə qəşəng. Görək bu isə gəldi ayaqqabı bölümünə qızlar. Baxın, belə ayaqqabılar var ki, 195 manatdır. ETG. Gördünüz qızlar. Belələri də var. Təmizdə, yəni maldır. 38 və 24 manatdır, heyf. Baxıram. Buna baxın qızlar, 16 manata düşür bu. 41. Aynı qəşəngdir bu. Baxın bana, nə qəşəng rəngi var. Sənə bu ayaqqabının gözəlliyinə baxın, 125 manatdır qızlar. Amma görün necə gözəldir. Kaş endirmə düşər. Kışda belə inanmıram, o qədər çox endirmə düşər. Nə yaxşı bu? 29 manata da baxın belə. 41, bu neçədir? 39-a, bu da 41. 41 qəşəng ayaqqabılar gətiriblər. Amma hamısı hələ düşmür də endirmə. Bura gəlir, bir neçə günə sonra endirmə düşür. Çox adam inanmır, heç endirmə düşməyini gözləmir, elə gələn kimi götürür. Elə ayaqqabılar var, gördüyünüz kimi, ya çox qəşəngdir, ya da çox pisdir, yaxşı deyil. Belə. Daha neçə bu da 41-dir. Baxın. 39 manat. Belə. Sonra gələk mala. İnşallah mahnıya görə spam olmaram. Keçən səfər geyinib baxmışdım bunu. Əynimə gəl, böyüdü. Dediyim kimi də buradan çox ayaqqabı almışam. Bunudur. Aha, 9 manat 50 qəpiyə düşür. 9.50. Keçən il bundan almışdım. Uzun müddət geyindim. Belə. 14 manat. 43 deyil qızlar.
Kızlar düzgün deyirsən, burada da bugün benim günüm değildi. Nə dedim sizə? Dedim axı bəzən belə olur ki, hə, ayda nə qəşəng bir şey tapırsan, super. Bəzən də heç nə tapa bilmirsən. Bugün bax o gündən biridir. Heç nə tapa bilmədim. Yoldaşım tərəfə də baxdım, öz tərəfimə də baxdım. Nəsə bir şey görmədim maraqlı. Neyse, nə yapıyoruz? Buradan çıxaq. Gedək Minisədərəyə. Orada da zülüm deyil. Qoymurlar çəkiliş eləyəsən, bir şey paylaşasan. Görün çəkə biləcəyim yerləri sizin üçün çəkərəm. Heç nə. Gedək buranı çıxım. Uşaqları götürmək. Mən götürəcəm bugün. Şeydən, adı nədir? Bağçadan. Həm Zəhranı mən götürəcəm, həm Abbasın. Heç nə qədər tapmadım heç nə. Gedim, çıxım. Koşum gedim ora. Əslində Minisədərəyi qızlar Biləcərdə yaşayan çox insan tanımırdı. Bax imanla buradakını. Mən çox storylərimdə paylaşa demirəm, heç kəs tanımırdı, amma əksəriyyəti məndən sonra xəbərdar olub gəliblər. Amma çəkilişə burada qoymurlar. Çalışdığım qədər azad sizə alınsa çəkiliş eləyəcəm. Bir hədiyyə aldım qızlar. Gedək. Yavaş-yavaş gedək Minisədərəyə doğru görək. Nə tapırıq, Qəşəng meyvələr var. Burada həmişə qəşəng meyvələr olur ümumiyyətlə. Meyvə, tərəvəz. Yaxşı olsa ki, buradan albor aparmaq zülmdür mənim görə. Gedirəm elit tort ləvazimatlarına. Nə varsa xırda-xuruş onu götürüb sabah Əcəmiyə gedəcəm, qonaq getdiyimiz yerdə. Daha sabah qonşum bizi qonaq çağırıb ailəvi. Gedim ona hədiyyə baxım. Görüm nə tapacam. Bir şeylər axtarıb tapacam inşallah. Baxın qızlar, bunlar Dekaldə də var. Bura Minisədərəkdir. Biz hara, Bazar Ştor, bu metro tərəfdən çıxışında Minisədərəkdir. Baxın necə göstərildi limon qabları. Bunlara baxın. Bunlar da çox qəşəngdir. Görək. Buradan belə baxıram. Ümumiyyətlə deyirəm, bəlkə getməsəm də nə ala bilərəm. Bura bax. Qonşum üçün də nəzərimdə saxlamışam, baxıram. Amma belə nəsə belə qəşəng bir şey görmürəm. Nə yalan deyim. Buradan almışdım bu qabdan. Qəşəng istifadə edirəm. Əslində mənim bunlar da xoşuma gəlir. Qızlar çox. Dürmüşdüm az qala. Mənim axır vaxtlar şikəstliyim tutur. Bundan xoşum gəlir. İstəyirəm bundan axır vaxtlar. Bura necə istəyirəm. Bu qablarımı qızlar buradan almışdım. Minisədərəkdən. Buradan. Bundan məndə yoxdur. Mən uzun sovlardan aldım. Bu boydasını almadım. Amma bu boydası keksə qəşəngdir. Qırağın ama sarısı gedib heyf. Bu boydası keksə qəşəng. Hər keks pişirəndə yumru qab pişirəşəm ki, çıxanda baxacağım. Amma belə gəlirəm ha dükanlara. Heç axlıma gəlmir ki, baxım belə padnos kimi. Əslində bir dənəsini Dekaldə görmüşəm. Sabah getsəm bəlkə onu alacağım. Onu alsam yaxşı olar. Bir də qızlar, burada bu çaynikdə o qədər bəyənirəm. Bunun bej rəngi də olur. Öyle bahadır amma 42 manat deyil bu. Çox bəyənirəm. Bunlar da pis deyil. Bu da qəşəngdir. Qəşəngdir. Vizalina. Bu neçədir görəsən? Görək burada qiyməti yazmıyor. Etiketində yox. Qapağında yazıb bəlkə də 34 manat 50 qəpikdir. Qəşəngdir. Prosta onun da ləhkəsi çox gedirik. Ləkəli qalır çox. Gedək o tərəfə. Görək nə var o tərəflərdə. Nə baxın qızlar. Qızı da götürdüm. Ben de tut kanalımı. Tut orada. Halkayı tutsun. Halkayı yox, mən qot tutum. Ağırdır. Sən də tutursan. Gəl. Götürdüm bunları, gəldim. Şəkillər tapşırmışdım. Bu arada bağçadakı tədbir üçün hazırlaş. Hansı yolumuz ya? Halkayı. Baskaldaşı. Sən bizə yaparam səni. Aparam sən. Şeydir, Fatihgillə oynayasan hovuzda. Onların hovuzunda. Bura Atyalı deyilən yerdir qızlar. Abbası giyindirdim. Bir şey alıb gəlmişik. Burada dostlarımız buradadır. Onların yanına gəlmişik. Qızlar, bura inanın o qədər bəyəndim buranı. Mənzərəyə baxın. Çox qəşəng. Afrim evdir. Baxın. Belə qəşəng. Aşağını
havuzda çimənlər var deyə mən çəkmirəm. Bu hissəni bir də göstərirəm. Çox bəyəndim. Mətbəxi filan. Adam belə ev ola. Necə gözəldir. Çox qəşəng. Super. Çox bəyəndim buranı. Pilləkənlər. Prosinaları yuyublar ki, yata bilsinlər də. Orada mənzərəsi də çox gözəldir. İstəsəniz nömrədə verə bilərəm sizlərə. Baxın necə gözəl servisləri falan var. Hər bir şeylərdə çox qəşəng səliqəli. Bunlar qızlar o vaxtın madonalarıdır. Baxın servisləri zaten çox qəşəng. Hər şeyləri var. Baxın soğan kartof üçün yer, mikrovolnovkası, paltar yuanı, hər bir şey var. Çox qəşəngdir, yəni səliqəli. Demək olar ki, bir insanın girib, yəni istifadə edə biləcəyi hər bir şey, şişi, stəkanları, nə bileyim, meyvə qabısı, hər şeyi. Nərgislər də gətirmişik qızlar. Hazır. Süfrəmiz də hazır. Qəşəng süfrəmizi hazır elədik. Baxın, gecə görüntüsünü göstərmək istəyirəm sizə. Görün necə gözəldir qızlar. Çox qəşəngdir. Bu tərəfdə göstəreyim. Baxın. Çox qəşəng. Superdir. Çox bəyəndim buranı. Biz də qəşəng hazır. Salatlarımı elədim. Götürüyorum limonlu. Yedik, içdik, qəşəng. Sizə göstərim. Hovuz orada təmizlənir. Göydə ay. Baxın, qəşəng ay görünümüzü göstərim sizə. Qəşəng günəş. Bu biraz ışığını alım, tam görün. Yox, alanmadım. Aha. Burada ay. Qəşəng. Burada belə. Çox bəyəndim bu evi. İnşallah Allah nəsib eləsin. Tez-tez gələ bilərik bu evə. Maraqlı olar məncə, zənnimcə. Belə. Ay, o qırmızı ışıqlar nə deyil ha? Aa, çox maraqlıdır. Baxın. Burada belə qırmızı ışıqlar yanır. Arkadaşlar, gözəl bir gecənin sonuna gəldik. Geçən vaxt keçdi. Həqiqətən gəlmişik ki, evimiz az qalıb çatırıq. Biləcər deyil. Yorulduq, belə deyil. Gedim yer verim, paltarlar falan. Sabah da qonaqlıqdayım. Bu saatdə qonaqlıqlar olacaq. Görürsünüzdə. Belə salamatçılıq olsun, təkə xoş günlər nəsib olsun. Hər kəsə sevdiklərimizlə bir yerdə. Allah hər kəsin canını sağ eləsin. Belə. Rəsim də ki, qaynım gidir. Gəlmək istəmir, qalım burada. Dəhşət. Növbəti gündən hər birinizi salamlayıram. Gələn kimi ilk burada Əcəmdə hızlı ilə üzbəüz Murad Telekom var, Azərselin. Gələn kimi ilk esim nömrəmi bərpa elədim. Mən çünki gün ərzində bütün gün internetdən istifadə edirəm. Deyirəm, ailəm deyil bir-birinə. İnterneti çatdıra bilmirəm həqiqətən. Neysə, heç nə. Bunu da həll elədiyimizə görə bugün qonaq gedirik. Bilirsiniz, axşam qonşum bizi qonaq çağırıb. Keçən ilin elə bu vaxtlar bizi qonaq çağırıb. Mən qonaq çağırmışdım onları. Həmin gün Zəhranın bədxəbərini almışdıq. Bizim qonaqlığımız yarımçıq qaldı. Yəni, mən inanın, avqust ayı gəlir, çox ağır da. Allah bir daha göstərməsin acı günlər heç birimizə. Allah Əsmərə də səbir versin. Allah balamızın məkanını cənnət eləsin. İndi bugün də inşallah salamatçılıqla gedəcəyik. Onlara qonaq gəlmişəm, onlara hədiyyə almağa. Ev eşik yenə rənglənib. Görüncə gözəl məhsullar var. Məhsullarım. 12 manat 50 qəpik. Bu yaxşı değil mi? 14 manat 50 qəpik buna var. Bunlar da 1 manat idi də deyəsən, hə. 1 manat. Bunların belə də var. Görəm. Burada 4.30. Bu qəşəngdir. Fincan bölməsində də qızlar görək nələr var. Bu qəşəngdir ya. Bunun prosto nərdəki xoşuma gəlir. Dünən qızlar hovuzda əlimi belə eləmişəm. Sağ olun. Başqa nələr var? Burada hər zaman qəşəng şeylər olur da. Burada da qızlar fincanlar.
Yeşikdə təzə seriya var qızlar. Buna baxın. Tək bu 14'dür. Bunun qiymətini bilmədim. Belə var. Sonra belə var. 30 manat belə üçlüdür. 60 manat belədir. Dəst çorba belə var. 24 manat belə var. Çox belədir bu da. Hələ dovşanlara bax. Bu da üçlü də qəşəngdir. Mən buradan bir ikisini bəyəndim. İkisi yəni tam hələ dəqiqləşdirə bilmədim. Süperdir bu. Belə. Gedim bir şey ağlımda saxladım, amma gedim o tərəfə tam baxım, gəlim. Gələm Instagramda hamı koftaçıqamın rəngini bəyənim. Qızlar, bu koftamı alanda Rasim balaca. Rasim Abbas hələ balaca idi. Bir neçə aylıq idi da. Yanvarda olmuşdu. Mən də elə söz vaxtdan çəkər avqust almışdım, aydan altından. Giyinmişdim. Onda ağrı verdim. Hələ müalicəyə getməmişdim. Yanlış müalicələri almamışdım. Bədənimə yanlış dərmanlar girməmişdi. Belə. Şükür yenə də bugün axırlam Allaha. Belə. Ay, bu koydum harika hiç bilmək istəmirəm. Nasıl? Gəlib xana. Ama bir şey var, ona baxmaq istəyirəm. Kızlar, gəldim burada Forte'yə. Forte'dən də uşaqlar üçün kiçik hədiyyələr aldım. Evə gedəndə göstərərəm sizə də nə aldığımı. Hələ inanırsınız qızın özünə evə də, yəni evə aid bir şey alıram da tapmamışam. İndi burada dekaliv var, gedirəm dekalivə baxam. Sonra oja qərar verəcəm. Xırda elə onu al, bunu al. 100 dənə şey almışam, amma əsas məsələ almamışam. Ürəyim bilsiz nə istəyir, sizdən nə xoş. Dönər, yoldaşım elə zəng elədi ki, dönər istəyirəm. Deyirəm, mən istəyirdim elə. Qalb-qalbə qarşıda bilirsiniz. Bura baxdıq. Qalxın bir günə. Burada yer var, ora baxmaq istəyirəm. Ekstra birində. Bir də nəsə qırmızı belə kofta axtarıram qızlar, düzün desəm. Dedim, axşam gedəndə geyinərəm. Qırmızı kofta istəyirəm, şalvarla kofta geyinərəm dedim. Tapa bilmirəm. Nəsə belə tək kofta. Bir də ekstra birində də tez qaça-qaça baxın. Gedib hələ işim var. Baxın, buradan inşallah taparam. Gəlmişəm qızlar dekalivə. Hələ bir seçim eləyə bilməmişəm. Fincanlara falan baxıram. Bunların, inanın, bayaq çəkdiyimə baxın. Mən rəfiqəm deyəndən sonra bunların baxıram şeyinə. Heç birim, salı bir gilas oxşuyur. Çox pis bir şey oxşuyur. Neyse, bəyənmirəm. Görə burada nə tapa bilərəm. Komşucuğum üçün baxıram bayaqdan bir şeylərə. Amma inanın ağlıma bir şey gəldi, inan deyim. Çox qəribə bir şəkildə heç nə tapıram. Uşaqlara hədiyyə aldım, o heç vurğularımda, onu görün buradan nə tapacam. Maraqlı bir şey görün, nə tapıram. Əslində burada indirimlər var. Amma hələ indirim görmürəm. Baxın. Gəldim qızlar təkrar bura. Bir neçə şeyə baxdım. Vallahi mənim çaşbaş qalmışam, bilməm nə alım. Çox qəşəngdir, çox bəyənirəm bunları da. Nə də burada çox qəşəng şeylər var. Bunlara baxın hələ. Çox gözəldirlər qızlar. Qızlar, sizə nəyi göstərmək istəyirəm. Məndə günəş kremi bu idi, Isis Pharma. Mən indi dəyişdim. Oradan, bu Evişikin düz yanında girmişdim mağazaya. Lady Bella kosmetik vasitələr satılan mağaza idi. Burada Centella, Koreyan məhsuludur qızlar. Bir dənə sizə teksturasını göstərmək istəyirəm. Üzümə baxın, vururam və necə yayılır. Baxın, ağlıq heç yoxdur da, yəni super, çox qəşəng. Mən elə axtarırdım nəsə yaxşı bir məhsul. Həqiqətən bunun teksturasına bayıldım. Ürəyim getdi. Əla. Bilmiyorum necə görsən oradan. Bir də oradan nə almışam? Ətir almışam. Əcəmidə Ev-Eşik Store'un yanı. Üçün qurğuna yaxın yerdədir. Lady Bella mağazanadır. Baxın, bu da Delilahdır. Bu Delina ətrinin müadilidir. Alhambra versiyasıdır. Çox qəşəng qızlar. Qoxusu o qədər gözəldir. Tam belə çiçəksi. Ürəyim gedir. Çox qəşəng. Simək.
Belə tişört geyindim. Altıma da cid şal var. Yavaş-yavaş makyajımı eləyim. Gül makyaj eləyəcəm. Gedirəm. Nəmləndirici kimi də gedir bu günəş kremi. Bunu bitirdik. Tam dibinə kimi işlətdik. Makyajımı eləyim. Oca gecikir. Mən də bir yaxdan çənə döyürəm. Qəşəng. Makyajımı eləyim. Qızlar qəşəng aş dəmliyib bacımız bizə. Burada da çorba bişirir. Burada da aşqarası var. Komşucuğumu döktürüb komşucuğum. Hədiyyəmi verdim. Tez gələn kimi bəyəndi bu arada. Bəh burada üst bacı olması bişirir bizə. Oh! Qaşaq şeyler. Aslında bak ne güzel çaşkalardı bunlar. Ben de çaşkanı gördüm tez. Ay ya nasıl ne güzelmiş. Həqiqətən qəşəngdir. Mən elə sevirəm belə qırağı belə olan çaşka qab. Hə, heç nə. 18 15 44 Dünən qonaqlığımızı çox çəkmədim. Niyə? Narahatlıq vermək istəmədim. Çünki başqa da qonaqlar var idi bizdən sonra. Yəni qonşularımızda. Biz keçən ildə belə vlog mən paylaşmışdım. Qubaya getmişdik elə bu vaxtlar. Ona görə çox narahatlıq vermək istəmədim. Çox qəşəng gün keçirdi, əyləndik, lat oynadıq falan. Belə maraqlı. İndi bugün hazırlaşmışıq. Yoldaşım, mən, Abbas gedirik. Yoldaşım həcm apararıq. Bir də görəm ki, mən öz endokrin olduğuma gedəcək bu sabah qızlar. Göz kimi çıxırıq. İşte belə. Sufleye gəlmişik. Çox sevirəm və qızlar sufleyi. Gəlir mi? Qızlar pənirəm. Dedik üçün balım yetişir gətirək. Sonra görə. 5 manat 90 qəpiyədir. 2 manat 90. Üzüm. Nə götürüm? Qızlar, Aynan doktorunda qəbulunda oldu. Yoldaşıma da müalicə yazdım. İnşallah ki, gözəl nəticələrimiz olar. Həli bu. Gəl. Bir an harika saklasın da ana. Bu saxlayır. Telefon bir ana saklasın. Mən saxlayıram. Qızlar, gəldik Neptuna. Qəşəng. Uşaqlarla yürüyüb içməcəyik. Qəşəng. Getdik silahda yer olmadı. Gəldik burada yer elədik. Gəl. Qəşəng. Tula. Yavaşça. Kızlar, her vaxtınız xeyir olsun. Bugün yeni vlogdan, daha doğrusu yeni gündən salamlayıram sizləri. Demək neylədik? Getdik rasiblərimizi götürmüşük. Rasib aldım oradan. İkisi də dənələri qucağındadır ikisi də. Götürmüşük onu. Yollanırıq yeni hovuza. Bu səfər yoldaşım tapıb. Bu səfər Novxan çimərliyinə getmirik. Şıxov, hə? Evet. Şıxov çimərliyinə gedirik. Mən 2 dəfə də getmiş olacağım. Mən getməmişim heç vaxt Şıxovda. Amma çox tərifləyirlər də. Deyirlər, ora daha təmiz, daha səliqəlidir, qumu falan. Gedək görək nə gəlir başımıza. Yaxşı olar inşallah.
Mambo Beat. Mambo Beat. Rasim. Bugün Bağçadayıq. Demək, Abbasgilin Fruit Day, meyvə günləridir. Və əvvəllər payızda olardı meyvə günləri, amma məncə elə yazda olmağı, yəni yayda olmağı daha maraqlıdır ki, oy, burada bir də arı var, arılardan qorxuram bu dəqiqə. Bildiyiniz kimi, mənim oğlanlarım 297 saylı Bağçada oxuyurlar, yəni buradadılar, Bağçadadılar. İndi Rasim hökmdə Rasim çıxıb, amma burada olubdu o da. Çox qəşəng hazırlıqlar görmüşdüm qızlar, onları sizə göstərmək istəyirəm. Demək qızlar, su qabımı falan gətirmişik. Belə meyvələr mən də almışdım. Bir xanım keks bişirib, altındakı bambu qabı falan gətirmişəm. Ümumiyyətlə bambu atlıqlar mənimdir. Gətirdim ki, qəşəng maraqlı olsun. Bu səbətdə belə bu dekor qablardan, yəni bu turuçkaları falan öz gətirdiklərimi yəni demək istəyirəm ki, ya müəlliməyə çalışmışam dəstək ola. O gün də yoldaşım belə şəkillər çıxartdırdıq. Axşam da yoldaşım bunu belə hazırladı. Çələng bu elə bir çələngdir. Uşaqlar içərisində şəkil çəkdirəcək. Dekorlarımız falan çox qəşəng. Bir şeylər hazırlamışıq. Belə məncə çox gözəl görsənir bu gün. Çöp sanmıyorum. Yoktu bizim çöpümüz altın şeylerin içinde. Hatta var değil mi? Aklımca şkafta bir yapılmaz ki. Sonda çay qızlar. Uşaqlar yedilər, içdilər, şəkillərini çəkdik, videolarını çəkdik. Qəşəng.